Salam, hər vaxtınız xeyir olsun. ERP sistemləri üzrə avtomatlaşmış elektron cədvəllərin təlimi üçün nələr keçəcəyimiz barədə qısa məlumat vermək istəyirəm. Bizim 4 cədvəlimiz var. Bu cədvəllər əmək haqqı və xarici kreditor borclar, əsas vəsaitlər və maliyyə hesabatlarından ibarətdir. Bunlar bizə əmək haqqı ilə bağlı olan hissə nə işimizə yarayacaq? Burada bizdə personal məlumatları, höd cədvəli, əmək haqqının hesablanması, əmrlər cədvəli və bank və report hissəmiz var. Əmrlər cədvəli bizim əmrlərimizi yaratdığımız zaman həmin dövrlərdə demək əmək məzuniyyəti, təhsil məzuniyyəti və digər əmrlər varsa onları burada əks elətdirir və onlarla bağlı olan məlumatları isə reporta daşımaqla həmin əməkdaş barəsində nə qədər borc var, nə qədər əmək haqqı hesablanıb, nə qədər avans alıbdır, aylar üzrə və illər üzrə görmə imkanı əldə edirik. Xarici kreditor borclarla bağlı isə burada yük gömrük bəyannamələri ilə formalaşır. Yük gömrük bəyannamələrində olan əlaqəli bəyannamələrin belə deyim də, əlaqəli bəyannamələrini də nəzərə almaqla yük gömrük bəyannamələrində olan məhsul maya dəyərini xüsusi çəkiyə görə çıxarmağına bizə kömək olur və həmin bəyannamələrin ödənişlərinin ödənilməsi ilə bağlı olan hissələr ki var, onu da bankdan müxtəlif valyutalara əsasən ödənişlərini daxil etmiş olduq və onu da reportdan izləyə bilirik ki, hansı yük gömrük bəyannaməsinə görə bizim həmin müəssisəyə nə qədər borcumuz var, nə qədər mal almışıq, ümumiyyətlə nə qədər qaymə gəlibdir, ödəniş gedibdir. Bunların hamısını izləmə imkanı əldə eləmiş olduq. Əsas vəsaitlər bölməmiz nədir? Əsas vəsaitlər bölməmiz bizim əsas vəsaitin kapitallaşması, əsas vəsaitin maya dəyəri və əsas vəsaitin təmir və amortisasiya xərcləri bölmələri var ki, bunların hamısını nəzərəndə buradakı baş verən proseslərdən hesabat bölməsi, report bölməsində əsas vəsaitin ilkin qalığı, təmir normasına görə təmiri və amortisasiya normasına görə amortisasiya olunması və son qalığı və silinməsini izləyə bilirik. Burada görürsünüz ki, göstərmişəm 500 manat və ondan aşağı olma məsələsi nəzərə alınıb və illərə görə də hesablanır ki, hansı dövrdə nə baş verib onu görə bilirik. Digər hissəmiz isə maliyyə hesabatlarımızdır. Bütün bu saydığım 3 dənə cədvəllər hamısı maliyyə hesabatında əks olunur. Buradakı nə proses? Burada baş verən proseslər nədir? Hesabatlarımız var bizim. Hesabatlarımızın formalaşmasına görə gələn qaymə, gedən qaymə, gələn qaymənin içi, gedən qaymənin içi və banklar və ƏDV depozit hesabından formalaşır bu cədvəllərimiz və əvvəlki bu 3 cədvəldən. Demək, gələn qaymə və gedən qaymədən bizim debitor borclarımız formalaşır. Debitor borclar üzrə geri qaytarmalarımız varsa, geri qaytarmalarımız nəzərə alınır. Kreditor borclarımız varsa, kreditor borclarımız burada əks olunur, geri qaytarmasıdır və ümumi olaraq nə qədər kreditor borclarımız var. Bu tarix aralığında bizə özünü əks elətdirir. Gələn qaymənin içi ilə gedən qaymənin içinə nəzərən bizim, belə deyim, burada görəcəksiniz, mallarımızı adlarını formalaşır və onunla da bizim ambar hesabatımız, ambar qalığı hesabatımız olur ki, bu da FIFO-ya görə nəzərə alınıbdır, AFCO-ya görə də yəni, tərtib eləmə imkanımız var. Burada dövrün əvvəlində nə qədər mal qalığı var idi, nə qədər mal almışıq, satılan mal və dövrün sonuna olan mal nə qədərdirsə onu da görə bilirik. Sonra isə bizim ƏDV hesabatımızla yanaşı, o hesabatımıza yığmaqdan ötəri bu hesabatı burada tərtib olunur, aya və ilə görədir və burada hansı dövr və hansı ayda olmasını görə bilirik. Bununla bağlı bizim burada əvəzləşmə bölməmiz var ki, aylar üzrə əvəzləşdirə biləcəyimiz kreditor borclardan, yəni əvəzləşdirə biləcəyimiz qaymələri əks elətdiririk və bunun özünün də reportu var ki, hansı qaymədə nə qədər açıq qalıb, nə qədər qaymədən artıq hesablamışıq, yəni təkrar yazmağa çalışmışıq, onu da buradan izləyə bilirik. Bəzi müəssisələrdə köhnələrdən də qala bilir. Sonra isə bizim burada mənfəət zərər haqqında hesabatımız var, dövrlərə görə dəyişib və onun hesabatımızı əldə edə bilirik. Kapitalda dəyişikliyi haqqında hesabatımız var, əməliyyat fəaliyyəti, investisiya fəaliyyəti, maliyyə fəaliyyəti və dövr ərzində xüsusi pul artımı və azalmasını da izləmək olar il və aylar üzrə. Kapitalda dəyişikliyi haqqında hesabatımız var ki, burada kapitalda dəyişikliyi haqqında hesabatımız digərlərindən fərqli olaraq görürsünüz, burada tarix yoxdur. Bunu balansa bağlamışıq. Balansda nəzərə alırıqsa, məsəl üçün 23-24-cü ildirsə, indi 24-ü seçsək,
görəcəksiniz ki, həmin dövrə görə bizə hesabatı təqdim eləmiş olacaq. Bu aralıqda da nə baş verirsə, kapitalda dəyişiklik də bura ilə əlaqələndirilir. Bütün bu hesabatlarımız hamısı sınaq balansından formalaşır, onu da nəzərinizə çatdırım. Sınaq balansında hesablar planında, yəni bəlkə də baxanda gördünüz ki, hər birinin hesab nömrəsi, məsəl üçün, burada balansda da görəcəksiniz ki, burada hesab kodu var. Məsələn, buranı açsam, hesab kodlarına görə bizim hesab planına əsasən bütün hesabatlarımız sınaq balansında, burada məsəl üçün qaimələrdə də gəlib görəcəksiniz ki, bu hissədə hesab nömrələrimiz var, bankda da var. Sınaq balansına yığılır və oradan da digər hesabatlarımız formalaşır. Qısa çəkməyə çalışdım bu videonu. Uzun hissəsi isə orada ikinci link var, YouTube üzərindədir. Oradan baxıb daha ətraflı öyrənə bilərsiniz. Təşəkkür edirəm diqqətinizə görə.